Hörmətli izləyicilər, bu uzun müddətli yazırsınız ki, şəxsi tikili ev istəyirik, nə bilim, belə ev istəyirik, mülk, bu da sizə mülk. Nətərdir sizin üçün? Mərdəkandayıq, 9 sotun içində. Ev də bir sözlə boydadır, 300 kvadrat evdir. Otaqlar girirsən, azırsan. Yeri də ki, ideal. İndi ola bilər, işlər var. Bəli, mən sizə razıyam, hasar və s. və ilaxır, remonta ehtiyacı var. Amma yeri gözəldir da, belə deyək. Bu yerdə siz ev tapa bilməyəcəksiniz. İndi qapısını da sizə çəkib göstərəcəm. Əsl mülk, şəxsi mülk istəyənlər buyurun, zəng eləyin. Qiymət 480 min. Aşağı yeri olacaq. Amma da telefonda xahiş edirəm, qiymət söhbət eləməyin. Üstü bağlıdır. Bir dənə zəhmət olmasa görsət. Maşınla girdiniz. Əsl Bakı bağıdır da, belə deyək. Biraz savremendir da, yəni laf o köhnələrdən dörü. Demək, maşınla girdiniz, qardaş. Burada 2-dən, 3-dən maşın dayanır. Düzdür. Nizami Parkından 600 metr məsafədədir. Spidometrdə bax, 600 metr məsafədə. Bura verandasıdır. Sonra, qardaş, balkondan da ki, panorama. 480 min. Evin arxasında keçmək olur buradan. Otaqlarına baxarsınız, otaqlar nə boydadır. Otaqlar 300 kvadrat, altı üstü. Bir yerdə baxacaq. Gəl. Və haradasa bir 10 ilin təmiri ilə bura yaxşı remont sayılıb da belə. Hamısı bahalıdır. Gəl bir dənə, gəl. Keç. Xol hissəsi. Giriş qapısı var, girdik. Bir dənə baxaq qonaq otağına. Yaxşı, orta vəziyyətdə, yəni uçub, tökülüb, sökülüb, dağılmır. Hasarda indi hasara fikir verməyib. Birinci mərtəbənin döşəməsi parketdir. Gəl. Mətbəximiz. Kuxnya. Çox geniş kuxnası var. Bəli, mən sizdən razıyam. Nəm aboy cırılıb. Cırılacı yaşayışlı bağ evi oldu. Yəni, dünən sırağı gün tikilən ev deyil. Əsl moşun evdir. Gəl bura. Amma gəl ki, görüm sən bu qiymətə, bu yerdə sən ev tapa bilərsən, yoxsa tapa bilmərsən. Çək görsət. Hamam tualeti. Samavar. Kladovka da var, var gördünüz. Gəl. Sonra, deməli, bir qonaq otağımız, mətbəximiz. Bax, dolab buradadır, şifoner. Pləkanın altında da kifayət qədər yer var. 4 dənə də yataq otağımız yuxarıdadır. Bir yataq otağımız buradadır. Gəl, qardaş, gəl. Buyur, keç. Sənədimiz kupça çıxarışdı, torpağın da evində sənədi var. Küçəsi enlidir. Heç bir elanda bu ev yoxdur, satışda. Buradan bax, 1, 2, 3, 4 dənə yataq otağı. Otaqlar da koridor hissəsindən paylanılır. Qardaş, başlayaq bu yataq otağından. Buyur, gəl, keç görsət. Bu birinci otaqdır. Bu ikinci otaqdır. Otaqlar da hamısı böyüdür, genişdir. Hamısı genişdir otaqlar. Burada balaca söhbəti yoxdur. Bir də nəzərini çatdırım, evimiz yerləşir Mərdəkanda. Nizami Parkından 600 metr məsafədə, qapısına kimi asfalt. Bu üçüncü yataq otağı. Bir fikir verin bu otağın ölçüsünə. Gəl. Və sonuncu otaq. Bu da 4-cü otaqdır. 4 yataq otaq, 5 yataq otaqdır ümumilikdə. Bir qonaq 6 otaqlı da evimiz. Şəxsi mülk. Gəl.
Bir dənə balkona da çıxaq. Gəl. Həyətini çək görsət. Yer ideal. Dənizdəki orada. Əla. Ön cərgədədir öz ev, yəni dalanlarda zətdə deyil. 480 min manat. Sağ ol.